Bilirsiniz, biz yəqin ki, arada bir gərginliklər yaşadıq. Türk Dövlətlər Təşkilatı və ideallarımızdan biri olan mükəmməl bir obraz götürək. Turan idealının bir iflası ilə bağlı Orta Asiyadan həyəcanlar gəldi. Alimli, alimsiz, duygusal və yaxud da əsaslandırılmış formada daha çox deməli, Türkistan coğrafiyasında olan dövlətlərimizi xəyanətdə, satqınlıqda, o cümlədən Quzey Kıbrıs Türk Cumhuriyyətinə arxadan vurulan xəncər kimi dəyərləndirməyə meylləndik. Buna bir münasibət bildirəcəm. İkinci bir tərəfdən, tarixdən zaman zaman spekulativ davranışlar olur. Yəni, indiki zamanda siyasi hədəfə çatmaq üçün tarixi bura gətirmək və nəzərdə tutulan bir ideyanın həyata keçməsi üçün ondan istifadə etmək. İkinci bu məsələ, konkret Çaldıran döyüşü ilə bağlı ortaya gələn mövzu əhəmiyyətli bir mövzudur. Bununla bağlı mövqeyimi bildirəcəm. Birinci məsələ, yəni qısaca deyək ki, bizim millət olaraq ideallarımız formalaşır. Milli ideoloji təməlimiz təbii ki, Rəssadədən gələn müsavatçılıq təməlləri üzərində qurulub. Anayasamızda da ehtiva olunan bir təməldir. Beyinlərimizdə də ehtiva olunan təməldir. Və gündəlik həyatımızda da ciddi araşdırmalar Azərbaycanın inkişaf yolunun, yol xəritəsinin məhz Məhəmməd Əmin Rəssadə və silahdaşları tərəfindən qoyulan təməllər üzərində yürüdüyünü ortaya gətirirlər. Sonralar bu inkişaf elədi. Bütövlü idealları daha çox qabardı. Bu Əbülfəz Elçibəy ilə bir dönəm Bütöv Azərbaycan idealının siyasi gündəmə daşınması və bir avtoritet qazanması, önə çıxması da bir dönəmin bir məsələsidir. Ümumiyyətlə, bu ideallara çatmaq, yəni Bütöv Azərbaycan idealı, Turan, Qafqazın birliyi, demokratik təməllər üzərində gələcəkdə cəmiyyətləşmə prosesi təbii ki, milli ideallarımız sırasına aiddir və biz də yeni bir təşkilatın təsis olunması haqqında dünən qərar verdik və Böyük İdeallar Araşdırma Mərkəzi deyərək bu ideallar üzərində Güneyli, Quzeyli, Türk dünyalı, Qafqazlı və Şimali Qafqaz, Cənubi Qafqaz, bizdən kənarda olan soydaşlarımızın yaşadığı coğrafyalarda bu idealların üzərində yeni bir dünya düzənində Türk millətinin, bizim soydaşlarımızın, Azərbaycançıların, Türkçülərin, dəxli yoxdur etnik kimliyə nasıl olmaq, hər kəsin mövqeyini ifadə eləmək və biz nəhayət hər birimizin dövlət və ideallarımız qarşısında məsuliyyətimizi nə dərəcədə dərk eləməyimiz, vətəndaş hüququmuzun, vətəndaş məsuliyyətimizin hansı dərəcədə ali olduğunu hazırlayacaq bir mexanizm qurmaq istəyirik. Təzə başlamışıq, xeyir olsun. Sevilən dostlarımız da var. Və təbii ki, mən inanıram ki, bizim resursumuz, intellektual resursumuz, akademik resursumuz, siyasi dünya görüşümüz, siyasi təcrübəmiz kifayət qədər imkan verir ki, biz burada uğurlar əldə edə bilək. İdeoloji boşluqlar bəzi halda bu cür məsələləri ortaya gətirir, konkret. Orta Asiya Cumhuriyyətlərinin Türk dünyasına vurduğu xəyanətdən danışdılar, Turanı parçalamaqdan danışdılar, satqınlıqdan danışdılar. Qətiyyən əsl elə deyil. Mən o vaxtda mövqeyimi ifadə elədim. Biz böyük ideallar olan bir yerlərdə xırda epizodları onun üstünə çıxartmaq duyğularından, hisslərindən uzaqlaşmalıyıq. Fundamental bir proses başlayıb, bunu dövlətlər başlayıb, bunu xalqımız başlayıb, bunu Türk milləti başlayıb və bu düşünülmüş bir sistemin üzərində gedir. Təməl var, təməlin üzərində də gedir və yeni dünya düzənində hələ öz bostanının hayına qalsa, o bostanlar da əldən gedər. Hamı dərk edir, obrazı götürək ki, biz bostanlarımızı birləşdirməliyik. Biz gücümüzü, resursumuzu birləşdirib, yeni dünya düzənində yeri güc mərkəzi olaraq, Türk güc mərkəzi olaraq dünyanın yerindən bəriləməsinə söz sahibi olmalıyıq. O baxımdan Orta Asiya Cumhuriyyətlərinin geopolitik durumuna baxaq. Bir tərəfdə dünyada hədəfdə olan və iddialı olan Çin. Digər bir tərəfdə aqressiv imperiya ambisiyası ilə alışıb yanan
hələ də Orta Asiya Cumhuriyyətlərinə özlərinin əyalət kimi baxan xəstə Putin təfəkkürü, yəni Belarus şovinizmi. Bu tərəfdə həmən coğrafiyada Pakistan, Əfqanistan və İranın izləri yox deyildir. Və belə bir olan halda Avropa Birliyi Amerika Birləşmiş Ştatları ilə aralarında yaranmış gərginlikdən istifadə edərək məhz Mərkəzi Asiyaya başvurur. Orada bir əlaqələr qurmaq istəyir. O labirintdən, hətta belə götürək, obraz götürək, bizim öz nəflərinə, həm də bizim məsələ strateji nəfimizə uyğun olaraq Orta Asiya Cumhuriyyətlərini müəyyən öhdəliklərlə özlərini bağlamaq istəyirlər. Buna da nail olurlar. Orada maddi maraq da var, orada iqtisadi maraqlar var, orada siyasi maraqlar var, orada hətta uzun anlamda bir ideoloji maraqlar da var. Onda rahat olduq ki, yox. Kuzey Kıbrıs məsələsinin tanınması məsələsi tarixdir, iddia var, iddia yerindədir. Onlar o sənədi imzaladılarsa Avropa İttifaqı ilə Azərbaycan bir mövqe ifadə elədi, Türkiyə mövqe ifadə elədi və Türkiyə və Azərbaycan rəsmi səviyyədə o Orta Asiya Cumhuriyyətlərinin Avropa İttifaqı ilə olan sazişlərini və ya da anlaşmalarını aşağılanmayacaq bir tavır sərgilədilər. Mən elə gəlir ki, bu Türk Dövlətlər Təşkilatının yaraşan bir mövqeyidir. Sonra nə baş verdi? Tamam, Kuzey Kıbrıs Türk Cumhuriyyətini güya tanımışdılar ki, proses gedəcəkdir. Biz güclü olacaqsa, Türk Dövlətlər Təşkilatı güclü olacaqsa, Kuzey Kıbrıs'ın bir dövlət olaraq tanınması siyasi gündəmdə olacaq. Yeni dünya düzənində ortaya gələn və dünya tərəfindən legitim qəbul olunan dövlətlərdən biri Kuzey Kıbrıs olacaq. Bax, bunu görək, bunu ağıllı adamlar görür, düşünən beyinlər görür, soyuq başlılar görür, eyni zamanda emosional düşünənlər isə zaten burada problem aramaq və yaxud da müəyyən fürsətçil dairələrə imkanlar yaratmaq eşqinə düşürlər. Artıq Macaristanda Türk Dövlətlər Təşkilatına daxil olan dövlətlərin Cumhurbaşqanları yığıldılar. Çox möhtəşəm bir bəyanat imzaladılar. 70'dən yuxarı maddələri özündə əks etdirən bəyanat imzaladılar. Macaristan artıq ayrı bir özel olaraq özünü Türk Cumhuriyyətli adlandıraraq mövqe ifadə elədi. İcazə verin, düşünək ki, proses gedir və prosesi bir yerdə olan duyğusal davranış durdurmaq gücündə deyil. Və növbəti Türk Dövlətlər Təşkilatının zirvə toplantısı Bakıda olacaq. Bakı ev sahibliği edəcək. Mən elə gəlir ki, ən yüksək səviyyədə bir törən olacaq. Tədbir olacaq. Onun bədii proqramları, rəsmi sənədlərin imzalanması, rəsmi proqramları çox möhtəşəm və dünyaya, regiona, hətta geopolitik mənzəriyə fon verəcək bir hadisə olacaqdır. Və biz bunun üzərində kodlaşmalıyıq. İkinci bir məsələ, yəni Türk Dövlətlər Təşkilatı ayaq üstədir. Qəbul etdiyi proqrama uyğun olaraq bütün proqramlar hər ilə ortalama bu ilin sonuna qədər 20'dən yuxarı tədbir nəzərdə tutulur və onların heç biri artıq bir emosional hadisəyə görə tarixə arxivinə atılmayıb və gündəmdədir. Mühüm bir məsələ Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı Rəcəb Tayyip Erdoğan'ın saldıran döyüşü ilə bağlı ortaya qoyduğu bir məsələdir. Təbii ki, bunu tarixçilər yazırlar, siyasilər, emosional fikirlər ortaya qoyanlar var. Hətta artıq hörmətli Erdoğan'ın ciddi şəkildə deməli qüsuru kimi təqdim edirlər və Türkiyə Böyük Millət Məclisi Başkanının bunun ardınca verdiyi bəyanat bunlar müəyyən dairələrdə narahatçılıq yaradırsa da icazə verin biz deyək. Tarix tarixdir. Tarixdən spekulativ davranmaq olmaz. Siyasi hədəflərə çatmaq üçün müəyyən epizodlardan istifadə etmək olar. Türkiyə böyük açılım ərəfəsindədir. Türkiyə nəhayət Qərbin, Rusiyanın bir yerdə qurduğu PKK tələsindən çıxmaq, Orta Doğuda, Mərkəzi Asiyadan tutmuş, Orta Doğuya qədər böyük bir coğrafiyada nüfus savaşındadır. Qafqaz da daxil və dünyanın güc mərkəzləri ilə baş-başa bir yeni dünya düzəni qurmaqdadır və onun başında
Türkiye ve o cümleden Türk-Azərbaycan birliği durur. Ve bunun bir fərqində olmalıyıq ki, tarixten gelen bir savaşın üzerinde mezhep ayrımçılığı fonunda her hansı bir formada müzakereleri yanlış hesab edirəm, durdurulmalıdır. Biz her zaman düşmənə revaç verəcəyik. İranın müəyyən mərkəzləri barıtlayıb dururlar. Rusiyanın özü olsun, Qərbin özü olsun ki, Azərbaycan ve Türkiye'ni tarihte baş verən bir xatanın üzerinde çarpıştıra bilərikmi? Bilmezler. Şah İsmail Xətai da benim babam, bizim babamız dövlətçilik tariximizdə mühüm xidməti olan Türk dilinin dövlət dili səviyyəsinə gətirən, öz dilində danışıb və yazan Şah İsmail Xətai böyük bir imperiyanı kuran böyük liderdir ve Türktür. Zaman zaman təriqətlər, məzhəblər, siyasi hədəfə çatma vasitəsi kimi istifadə olunub. Bugünkü dünyanın özündə də din bəzi halda siyasetin aparıcı qüvvəsinə çevrilir. Hətta fikir verin, Rusya ve Ukrayna arasında ateşkəsə və sülhə aparan yolu Vatikanda aramaq istəyirlər. Vatikan siyasi mərkəzdir. Aynı zamanda bir ideoloji təməli var. Ama siyaset artık ora müraciət eləmək istəyir və ümid edirlər ki, Vatikan bu məsələyə nöqtə qoyacaq. Çok özür istəyirəm. Və burada Sultan Selim de böyük Türk sərkərdəsidir. Böyük Türktür. Her ikisi Türk millətinindir. Her ikisi qüsurlarıyla bir yerde Türk tarixinin şərəfli sərkərdələridir, dövlət adamlarıdır ve onların bu veya diğer formada hataları indiki siyasi gündemimizə daşınmamalıdır. Örnek olan neler varsa daşımaq erdemli adamların, erenlerin ve bugünkü gündə dövlətimizin, millətimizin, region ve dünyanın karşısında məsuliyyət daşıyan insanların, liderlerin, siyasilerin, elm adamlarının çiynindədir. Ve bu bakımdan o şərəfli tarixlərimizə toxunmadan siyasi məqsədyönlük baxımından işlənmiş ifadəni artıq dedikodu səviyyəsinə çatdırmağı doğru bilmirəm və biz bütün hallarda Türkiye ve Azərbaycan arasında açıq deyilməlidir. Münasibət o dərəcədə dərindir ki, bunu nə Amerika, nə Avropa İttifaqı, nə Rusya, heç kim ayırmaq gücündə deyil. Azərbaycanın, Türkiye'nin yeni dünyada bütün parametrleriyle çəkisi artmaqdadır, avtoriteti artmaqdadır və dünyanın diqqət mərkəzində olan bir güc mərkəzinin nüvəsi kimi qəbul olunmaqdadır. Biz kafamızı bunun üzerinde yormalıyıq, yani yormaq o baxımdan ki, çalışdırmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm. Zaman zaman yəqin ki, bu cür məsələlərə mövqeyimizi ifadə edəcəyik. Diqqətinizə görə var olun.